Hörmətli müsriflər, dəyərli qonaqlar, hər birisi Lənkəran Dövlət Universiteti adından limonlu, çaylı salamlayıram. Biz çox istəyərdik ki, siz Lənkəranda qonaqlayıq, amma bizdən asılı olmayan səbəblərdən siz Lənkərana apara bilməsək də, Lənkəranı az da olsa sizə gətirmək istədik. Əminəm ki, hədiyəmizi qəbul edərsiniz. Mən Rəsul, Lənkəran Dövlət Universiteti komandasının prezidenti olaraq layihəmiz barədə sizə qısa məlumat vermək istəyir. Hansı ki, bu layihədə hansı problemləri biz əsas məqam olaraq götürmüşük. Bu arada istəyirəm sözü vitse-prezident Riyad bəyə verin. Mən Riyad Əlizadə, Erasmus komandasının vitse-prezidenti. Bildirmək istəyirəm ki, 2021-ci ilin statistikasına görə 300 milyon dollarlıq plastik oyuncaq satışı baş vermişdir və buradan 1 milyon dollara 40 ton plastik istehsalı baş verir və bu da evlərimizdə 4 milyardlıq oyuncaq olmasını gətirib çıxardır. Bu isə bizim həm təbiətdə, həm də övladlarımıza ziyan vurur. Digər tərəfdən isə biz qadınların qazancını əldə etmək üçün müəyyən bir dəyər formalaşdırmışıq. Mən Şəbnəm, öz olaraq bildirirəm ki, bizim layihə çərçivəsində məşğulluq problemi yaşayan xanımların hazırladığı ekolojik təmiz, qohumlu məhsulların satışını təşkil edərək həm sözü gedən xanımlara, həm körpələrimizə, həm isə də təbiətimizə xeyir vermək. Burada əlbəttə cəmiyyətimizin rolu böyükdür. Xidmətlərimiz isə çox effektiv və faydalıdır. Xidmətlər haqqında məlumat verməyə lazım olsa, bizim Kirov regionda həmin məşğulluq problemi olan xanımlar seçirik və onların lazım olan təlimləri keçdikdən sonra sifarişləri platform üzərindən qəbul edib xanımlara ötürülür. Onlar sifarişi hazırlayırlar və sifarişi reklam və daşıma xidmətləri biz tərəfindən qarşılanır. Sonda isə gəlirin böyük bir qismi həmin sosial qrup xanımlarının rifahı üçün xərclənir. Bəs bizim üstünlərimizdən? Üstünlərimizdən danışsaq ki, bizim əsas üstünlərimiz qadınlar üçün müəyyən gəlir modeli yaratmaq və təbiətimizi mühafizə etmək, övladlarımızı qorumaq, onların sağlamlığına xidmət etməkdir. Biz bu layihə çərçivəsində 35 xanımı təlimləşdirərək, 127 sifariş qəbul edərək 2643 manat dəyərində gəlir əldə etdik. Bu gəlirin müəyyən qismi həmin xanımlara təqdim edilir. Dəyərli inkişaf məqsədlərini 1.8.13.17-ci dayanaq məqsədlərini layihəsi yerinə yetiririk. Gəlir modelimizə uyğun olaraq da B2B, B2C, B2B2C və B2B2 ilə daha geniş auditoriyaya çıxış edə bilirik. Xərclərimiz isə öz növbəsində məhsulların daşınması, resursların alınması və təlimləri əhatə edir. Gəlin görək biz necə fayda verir. Salam, mənim adım Nurgüldür. Mən bu oyuncağı çox sevirəm, çünki bunu nənəm mənə hədiyyə edir. Mən plastik oyuncaqları sevmirəm, çünki onlar bizim sağlamlığımıza ziyan vurur. Canvas modeli barəsində isə vaxt azlığı üçün sənələrin sonuncu səhifəsində qeyd etmişik. Həmin məlumatlar lövhədə də qeyd olunmuşdur. Diqqətinizə görə təşəkkür edirik. Kim olaraq biz başladıq? Yəni elə gəlir var, amma elə şirkət deyil. Kimdir, rəhbər kimdir? Komanda rəhbəri. Siz başqa heç kəs yoxdur, müəllim falan. Mentorumuz var, amma tərəfdaş olaraq deyirsiniz. O pulu kim götürür? Pulun hal-hazırda heç kimin cibinə gelmədi. Çünki Onu verdiniz elə. xanımların rivayət reklamı. İndi çox olacaq, 200 min olacaq. Kim götürəcək bu? Sosial layihə startı olduğu üçün 70% gedir xanımlara, əsas olduğu üçün. 30% gəlir layihənin davamlılığı üçün və bizim... Siz qərar verəcəksiniz, kimə gedir? Geçmiş olsun. Mesela uşağı istifadə edəməyin, uşaq bilmir. Yalan söyləyərsiniz. Yalan.